Sumqayıtda iş var yoldaşlar. Mən Sumqayıtdakı işlərdən bəhs etmək istəyirəm sizə. Misal üçün şkurqaçı işi var, cəlalayıcı işi var yoldaşlar. Özü part-time'dır, yəni 8 saatdan az ola bilən işdir. Burada səhv xatırlamıramsa 600-1200 manat qazana bilirsiniz. Və cins söhbəti də yoxdur. Yəni həm xanımlar, həm bəylər müraciət edə bilər buna. Bəli, doğru xatırlayıram. Maaş aralığı 600-1200 manatdır. Amma yəni bu maaş da nəyə əsasən formalaşır? İşlənən qapıların sayına əsasən hesablanır yoldaşlar. Səhər saat 8-dən 5-ə qədərdir. 23-55 yaşlı şəxslər üçündür. Amma Sumqayıtda olan iş elə ancaq bundan ibarət deyil. Digər işlərdən də bəhs etmək istəyirəm sizə. Orta texniki təhsil tələb edir. Sonra Sumqayıtda aşpaz köməkçisi işi də var yoldaşlar. Misal üçün, bu da Film Plus-dadır. 500 manatlıq bir işdir. 35-50 yaşlı şəxs olun, 1 illik iş təcrübəniz olsun. Sonra Sumqayıtda tim bacısı işi var yoldaşlar. Bu nə tələb eləyir? Bu əmək haqqısı 400 manatlıq bir işdir yoldaşlar. Yəni zəif əmək haqqılı bir işdir. Şərtlərinə baxmaq lazımdır. Mən sizə şərtlərindən də bəhs etmək istəyirəm. Bundan əlavə Sumqayıtda misal üçün müfəttiş işi də var, kiçik mühasib işi var Azərpoçtda. Misal üçün bu Azərpoçtdakı kiçik mühasib işi də şərti az olan işlərdən biridir. Bundan əlavə mağaza assistenti işi var Sumqayıtda, Kontoxomda. Sonra hazır məhsul ambardarı işi var Sumqayıtda, Prime Cotton şirkətində yoldaşlar. Mən sizə Azərpoçtdakindən bəhs edeyim yoldaşlar, bu kiçik mühasib işindən. Bu tələb edir ali təhsil və mühasibat uçotu və maliyyə hesabatları üzrə ilkin biliklər tələb edir. Varsa belə biliklər, ofis proqramlarında işləmə bacarınız varsa, maliyyə, iqtisadiyyat və ya mühasibatlıq sahəsində təhsiliniz varsa, bu işə müraciət edə bilərsiniz. Gənc mütəxəssislər üçündür bu. Mağaza assistenti işi Kontoxomda var idi, az öncə bildirdim. Hansı ki, ali təhsil tələb edir, inzibati sahədə 1 illik iş təcrübəsi, səlis Azərbaycan və Rus dili biliyi, ofis proqramları tələb edir. 500-600 manatlıq bir işdir yoldaşlar. Və tibb bacısı işinə qayıtdıqda isə yoldaşlar, tibb bacısı işi var. Daha öncə demişdim mən sizə, 300-400 manatlıq bir işdir. Hətta 300 manat məsələsi də gündəmdədir. Deməli, bu səhər saat 9-dan 7-yə kimidir. Amma bu sizdən tibb bacısı üzrə orta ixtisas təhsil tələb edir. Yəni, fikir verin də sizin əmək bazarınızın dəyərini necə qiymətləndiriblər. Çox zəif qiymətləndirilmişsiniz, belə deyim. Daha dəqiq desək, zəif əmək haqqı təklif edir sizə yoldaşlar. Belə variantlı işlər də var. Bu işlərə də müraciət etməkdə dəstək istəyirsinizsə, bir sözlə, daha doğrusu, bir daha bildirim ki, Sumqayıtda olan işlər elə ancaq bunlardan ibarət deyil, digər işlər də ola bilir. Bu işlərə də müraciət etməkdə dəstək istəyirsinizsə və yaxud da digər işlərlə də tanış olmaq istəyirsinizsə, bir sözlə iş tapmazda səhətini çəkirsiniz. Onunla bağlı əlaqə vasitəsinə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə, kanala daxil olun, Toğrul Əcəvalı kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.